Allah evi olmayan hər bir vətəndaşa mülk qismət eləsin, ev qismət eləsin, dəyərli dostlarımız. Kupçalı sizlərə Mehdabad qəsəbəsinin tam mərkəzində, əla bir yerində, yoldan 100 metrlik məsafədə sizlərə 2 mərtəbə 4 otaqlı həyət evi təqdim edəcəm. Qiymət 148 min manatdır. 2 sotun içərisindədir. Sərbəst şəkildə həyətinə avtomobil daxil etmək mümkündür. Gül-çiçək əkmək üçün yer sahələri yaradılıb, evin arxasına keçid etmək mümkündür. Ümumi fasadla tanış oluruq, dəyərli dostlarımız. Gözəl bir terras sahəsi var. Tam yaşayışlı bir məhəllədə, tam yaşayışlı. Hətta birində də tikinti işi gedir. Usta imkan versə videonu çəkəcəyik. Görək saxladı. Gəl. Gözəl bir terras sahəsi var. Evin içinə daxil olarkən bizi qarşılayır sol və sağda. Sağda qonaq otağı, solda mətbəx sahəsi. Gözəl bir dəhliz sahəsi var. Dəhlizdə işıqlandırmaq üçün gözəl LED işıqlar quraşdırılıb. Qonaq otağı, super bir qonaq otağı var. Modern üslubda şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Ara kəsmələr, ara kəsmə. 40-ın 40 ara kəsmələrdir, dəyərli dostlarımız. Burada yerləşir mətbəx sahəsi. Işıq yandırın. Qoşulmayıb bu otaqda tam elektrik işləri gedir və yaxud çıxartdım çölə ki, çıx, videonu çəkək. Sanitar qovşaq. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Pilləkənlər altı boş sahə, istəsəz kladovka yarada bilərsiniz. Burada da qəşəng bir plafon sahəsi yaradılıb işıqlandırmaq üçün. Beton pilləkənlərdir. Qranit daşlarla üzlənilib, tutacaqları bağlanılıb, işıqlandırma sahəsinə bax. Buradan da yandırmaq olur, yuxarıdan da. Hər bir evin işıqlandırmaq üçün pəncərə sahəsi yaradılıb, ikinci mərtəbəyə daxil oluruq. Mərtəbələr arası monolit betondur. Qeyd edeyim ki, kupçalı bir mülk təqdim edirəm sizlərə. Kupçalı bir mülk. İkinci mərtəbənin sanitar qovşağıdır. Bütün aksesuarlarla quraşdırılıb, tam təchizat. Hamısı hazır vəziyyətdədir. Son işlər qalıb, son işlər. Bəzi otaqlarda elektrik işləri qalıb. Onlar görülüb, tam təhvil veriləcək. Yataq otaqlarından biridir, uşaq yataq otağı. Pəncərəsinin qarşısı tamamilə açıqdır. İkinci yataq otağı, eyvana keçid etmək mümkündür. Və sonuncu, üçüncü yataq otağı 170 kvadratdır. 2 sot torpaq sahəsinin üzərində inşa olunub, 2 sot. Ön cərgədə yerləşir. Mehdabad qəsəbəsində, mərkəzi yoldan 100 metrlik məsafədə 148 min manata. Sağ olun, sağlıqla qalın.